Salam, mən Günel. Aktrisayam. İllərdir bu işlə məşğulam. Öz işimi, vəzifəmi və yaxşı görməyə çalışan bir insanam. Milli yoxsa dəbli geyinmək? Dəb çox gözəldir, amma milli arqumentləri itirmədən. Dəb ümumi olaraq dünyada ən mənim üçün maraqlı şeydir ki, geyim məncə insanın ruhunu tamamilə üzə çıxaran bir şeydir. Hətta belə bir inancım var ki, bir insanın ayaqqabısı onun tamamilə fərdi ruhunu göstərir. Belə bir inancım da var. Amma hər bir halda olduğun mədəniyyətdə olan bəzi nüanslar sənin geyimə istər-istəməz təsir eləyir. O da öz milliliyini göstərir və mənim bu kəsişmə, bu birləşmə çox xoşuma gəlir. Hansı öndədir? Ailə qurmaq yoxsa karyera? Tamamilə fərqli situasiyalardır. Əgər ətraflı izah verməliyəmsə, deyə bilərəm ki, ailə qurmaq çox önəmlidir, amma hamı ailə qurmalıdır deyə bir şey yoxdur. Karyera çox önəmlidir, amma yenə də hamı karyeralı olmalı məcburiyyətində deyil. Tamamilə ailəsinə məşğul olmaq istəyən insanlar da ola bilər və məncə ailənin özü bir karyeradır. Çünki ailə də bir elə bir məcradır ki, onu inkişaf elətdirirsən, onun üzərində çalışırsan, onun üzərində böyük əməklər sərf eləyirsən, o da heç karyera məsuliyyətindən qıraqda qalmayan bir şeydir. Sevmək yoxsa sevilmək? Sevilməyi daha çox sevirəm. Çay yoxsa qəhvə? Çay içməyi çox sevirəm. Hətta yayın o isti anlarında belə çay sevirəm, içirəm. Amma qəhvə olmasa mən səhərlər heç bir şəkildə ayıla bilmərəm. Avtobus yoxsa təyyarə? Baxır hara gedirsiniz. Əgər təyyarə ilə uça biləcəyim gücdəyəmsə, niyə də yox təyyarə? Qarlı yoxsa günəşli hava? Qarlı. Soyuq havanı daha çox sevirəm. Soyuq havada özümü daha sağlam, daha güclü, daha belə rahat hiss edirəm. İsti havada çox yorğun, çox belə halsız hiss edirəm. Ona görə məncə soyuq ölkələrə gedərəm, nəinki isti ölkələrə. Köçəri yoxsa oturaq? Köçəri. Mən inanıram ki, insanın nəslindən gələn bəzi şeylər qanında olur və bunu itirə bilmir. Mənim nəslimdə qara papaqlılardır, yəni tərəkəməllərdir və biz köçəri nəsli olmuşuq. Və mənə elə gəlir ki, mənim köçəri nəsilliyim mənim içimdə bir hansısa bir oynama verir və mən hər zaman harasa getmək arzusunda oluram və düşünürəm ki, köçmək mənə daha maraqlı gəlir. Harası gedim, kəşf eləyim, öyrənim, oradan ora gedim. Təbii bir məkan, doğma bir məkanın olmağı, ora geri qaydanda özünü komfortda hiss eləməyin çox gözəldir, amma hər zaman köçəri olmağın özündə bir marağı var. Keçmişə dönmək yoxsa gələcəyə getmək? Gələcəyə, keçmişdə nə var? Keçmişi gördük. Gələcək, amma keçmişdə seçdiyim bir il olsa ki, kimlənsə tanış olmaq, keçmiş dahilərdən birindən bir söhbət eləmək bir məcram olsa, hə, gedib keçmişə deyə bilərəm, amma gələcək mənə hal-hazırda daha maraqlıdır. Ət yoxsa tərəvəz yemək? Tərəvəz yeməyi, əti heç sevmirəm. Əlbəyaxan yoxsa silahla? Məncə heç döyüşməyəyim, heç dava eləməyək. Heç biri olmasın. Nə əlbəyaxaya çıxmayaq, nə silahla döyüşməyək. Tamamilə sülh içində, rahatlıqla, gözəlliklə, sevgi ilə hər şeyi həll eləyək. Birini seçməli olsam, sadəcə müharibə şəraitində insanlar döyüşməyini normal qarşılaya bilirəm. Çünki artıq bu prosesin içində bir müddət olmuşuq. Şükür ki, bunu bitirmişik, ona görə silahlı deyə bilərəm. Can sağlığı yoxsa var dövlət? Yaxşı pulun olmağı çox gözəldir, amma canın da sağ olmayandan sonra heç pulun da qiyməti qalmır məncə. Yad planetli ilə rastlaşsaz qonaq edərdiniz ya qonaq gedərdiniz? Qonaq gedərdim.
Gedib baxardım, kəşf eləyərdim. Birlikdə yoxsa tək başına işləmək? Komanda işinə inanıram. Komanda işi həmişə daha yüksək olur. Tək başına işləmək gözəldir, amma tək başına görə biləcəyin işdə. Mənim işimlə söhbət gedirsə, mənim işimdə ancaq komanda lazımdır. Dostlar yoxsa qohumlar? Ay, qohumlarımla biz nəsil olaraq biraz belə kult kimiyik, bir icma kimi bir-birimizi dəhşət eşidirik, bir-birimizi çox dəstəkləyən nəsillik, bir-birimizdən çox əlaqədə olan nəsillik, amma dostlarımı da itirə bilmərəm. Dostlarım da mənim üçün çox önəmlidir. Ona görə belə aralarında belə ayrı bir segment qoya bilmərəm. Birini seçməliyəm mütləq. Oy, çox çətindir. İşləmək üçün, yaxşı vaxt keçirmək üçün məncə dostlarım. Aman, yaxşı dostlarımı deyim. Qohumlarım məndən inciməz. Musiqi yoxsa rəsm? Rəssamlığı ümumiyyətlə çox böyük başqa sevgim var. Yəni, başqa həyatda yaşasaydım və bunu bacarsaydım, yəqin rəssam olardım. Gecə yoxsa gündüz? Gecə. Gecə daha praktik işləyir beynim. Ox yay yoxsa tüfəng? Ox yay. Ox yay daha düz, daha dəqiq atışdır. Məncə ox yay daha gözəldir. Ən azından adam öldürmədən nəsə vura bilərsən. Foto yoxsa video? Videodan daha hər şey anlaşılır, daha çox nə isə göstərmək olur. Fotolardan çox yığmalısan ki, bir hekayə yaradasan, amma video bir dəqiqə belə olsa hansısa bir hekayəni sizə göstərə bilər. Şərq yoxsa qərb? Şərq hər zaman daha mədəni və daha gözəldir. Məncə gözəlliyimiz ondadır. Çünki ümumi şərqə baxanda, oradakı mədəniyyətə, oradakı irsə, oradakı dərinliyə baxanda və qərbin inkişaf prosesinə. Qərbin inkişaf prosesi əlbəttə ki, şərqdən hal-hazırda daha çoxdur. Bunu dana bilmərik. Amma şərqin gözəlliyi və mədəniyyəti məncə çox-çox yüksəkdir. Kitab oxumaq yoxsa film izləmək? 1-2 il bundan əvvəl olsaydı bu sual, yəqin kitab oxumaq deyərdim. Amma indi o qədər film izləyirəm ki, kitab oxumaq biraz mən də elə bil ki, daha az hala gəlib. Yaxşı kitablar oxumağı çox sevirəm, amma artıq yenilikçi bir kitab tapa bilmirəm də. Artıq bu klassik kitabları oxumuşam və s. Demək olar ki, çox belə kitab segmentində olan məsələləri oxumuşam. Artıq oxuduğum kitablar daha çox süni intellektlə bağlı olur. Oxuduğum kitabların psixologiya ilə bağlı olur. Artıq yeni psixologiya ilə bağlı olur və s. Ona görə indi mənə filmlər daha maraqlıdır. Göyün üzü yoxsa suyun dibi? Yəqin ki, göyün üzündə olmaq istəyərdim. Ağıl yoxsa qəlb? Ağılla hərəkət eləyəndə məncə ağılın özü də sənə instinktdən gələn bir məcraya apara bilir deyə ağılla, instinktlə hiss eləyib, ağılla qərar vermək lazımdır. Dağlar yoxsa dənizlər? Dağlar. Suları üçün qırağa qoymaq. Mən ancaq dərədə, təpədə olmağı daha çox sevirəm. Uzaqdakı yaxın yoxsa yaxındakı uzaq? İnsandan söhbət gedirsə, uzaqda və yaxud yaxında olmağından asılı olmayaraq mənə yaxın olanı seçərəm. Yəni uzaqdakı yaxın daha düzgün olar. Varlıqlı olsaydınız şəhərdə yoxsa kənddə yaşamağa üstünlük verərdiniz? Kənddə yaşaya bilmərəm hələ ki. Yəni o beyinə, o dərakəyə hələ gəlib çatdığıma inanmıram. O məncə bir andır artıq mən rayonda rahat yaşamaq istəyirəm demək, o belə bir hansısa bir ana gəlib çatırsan. Hər şeydən doymuş ana, hələ özümü o doymuşluqda hiss eləmirəm. Maraqlı suallardır. Mən təşəkkür edirəm ki, çağırdınız. Təşəkkürlər hər şey üçün.